Hansınızdan başlayım ki, heç birinizin anası inciməsin. Deməsin ki, mənim balam axıra qaldı, mənim balamdan az danışıldı. Yaşa görəmi düzüm sizi, rütbəyə görəmi düzü. Axı indi hamınızın bir rütbəsi var, ən uca rütbə, şəhidlik. Yaşlarınız da bir-birinə yaxındır. Əksəriyyətiniz ya gül açmamış gönçəyə, ya yenicə kök atan fidana bənzərsiz. Ölüm tarixiniz də eləcə. Sentyabr, noyabr 2020-ci il ya da sentyabr 2023-cü il. Necə danışım ki, təkrara yol verməyim, qarşımdakini yormayım. Axı sizin haqqınızda çox yazır, çox danışırlar. Və sizin haqqınızda hamımız eyni düşünür, oxşar hissləri yaşayırıq. Axı siz hamınız bizim hamımızın həm ən kövrək yeri, qəlb yaramız, həm də şərəf dünyamız, qürur mənbəyimizsiz. Axı siz, biz anaların, müəllimlərin gözündə bir uşaq qədər gənc, kiçik görsənsəniz də, eyni zamanda xalqın namusunu, qeyrətini qoruyan, mənliyini, qürurunu özünə qaytaran igidlərsiniz. Samux rayonunda belə igid övladlar çoxdur. Onlar həm birinci, həm də ikinci Qarabağ savaşında şücaətlə döyüşmüş, 110 nəfər birinci, 25 nəfər ikinci, 5 nəfər isə antiterror əməliyyatı zamanı vətən yolunda canını fəda etmişdir. 110 nəfər şəhidin arasında hərb vaxtı döyüş meydanında şəhid olanlarla bərabər, həm də atəşkəs vaxtı, sülh dövründə şəhid olanlar, eləcə də əskərlərə yardım aparan zaman minaya düşən mülki insanlar da var. Onlardan 2 nəfər ən yüksək ada, Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Sərhəddə hərbi xidmətdə olarkən düşmən təxribatçısının atdığı qumbaranın üstünə özünü ataraq əskər yoldaşlarını həyatı bahasına xilas edən Eltun İskəndarov və mülki təyyarədə öz vəzifəsini yerinə yetirərkən sonuna qədər peşəsinə sadiq qalan, ölümün gözünə cəsarətlə baxaraq insanlara ürək dirək verən, öz cavan canını düşünməyərək son ana qədər onları xilas etməyə çalışan Hökümə Əliyeva. Hər iki qəhrəmanın igidliyi onu göstərir ki, qəhrəman olmaq üçün yalnız döyüş meydanında döyüşmək mütləq deyil və Samux həm dinc dövrdə, həm də hərb meydanında igidlik göstərməyi bacaran qəhrəmanların vətənidir.